Sən narcislərdən yox, empatlardan qorx. Empatlar narcislərdən də təhlükəlidir kimi fikir son zaman internetdə çox yayılıb. Bu nə dərəcədə doğrudur? Empatlar başqalarının hisslərini çox yaxşı anlayan və görən insanlardır. Onlar özlərini başqalarının yerinə qoyub onların hisslərini skan edə bilirlər. Amma empatlar təbiətinə görə yaxşı, qayğıkeş və mərhəmətli insanlar olurlar. Çünki onlar sənin yaralarını görür və onlara toxunmamağa çalışır. Amma indi bir anlıq təsəvvür et ki, belə bir insan pis bir insan olmaq qərarını verir və yaxud da buna məcbur qalır. Bu an empat hələ də sən ən zəif nöqtələrini görə bilən bir insan olaraq qalır. Amma artıq ora vurmaq qərarını verir. Və bu an əlbəttə ki, empat narsistdən təhlükəli olur. Sənin hər hissini, qorxularını, ehtiyaclarını görə bilən empat sən artıq hisslərini rahatlıqla idarə edə bilir. Empat çox yaxşı manipulator ola bilər, amma adi halda belə olmamaq seçimini şuurlu şəkildə özü edir. Amma artıq öz kölgə tərəflərini qəbul etmiş empat təhlükəli ola bilər.